arxitekturası diplomdan kənar uğurun dizayn edilməsi ilə bağlı olacaq. Ən birinci o soruşmaq istəyərdim ki, təbii ki, bu da auditoyanın əksər hissəsi tələbələrdir və hazırda burada təhsil alırlar və ya başqa üniversitədə təhsil alırlar. Amma bizim artıq məzun olan nümayəndələrimiz də var. Soruşsam ki, neçə nəfərin diplomu var? Təbii ki, siz hər biriniz müsbət cavab verəcəksiniz və tələbələrimiz də artıq bilir ki, bu 4 illik bakalavr və 2 illik magistr təhsil səyahətindən sonra mütləq diplom alacaqlar artıq. Yəni bunun sonunda, bu zəhmətin sonunda bir diplom mükafatı var. Amma mən soruşmaq istəyirəm ki, neçə nəfər özünü uğurlu hiss edir? Aha, əllər qalxır. Uğurlu hiss edirik özümüzü, düşünürük ki, biz uğurluyuz. Gözəl, super. Çox təşəkkürlər. İlk növbədə bizdə bir sual yaranır ki, biz uğur nəyə deyirik? Biz uğurluyuq, özümüzü uğurlu hiss ediriksə, o zaman uğur nəyə deyilir? Çünki bu cavab hər kəsdə fərqlidir, hər kəsdə spesifikdir. Çünki düşünə bilərsiniz ki, uğur dedikdə bu kiçik addımlardan da yaranan bir şeydir. Siz adi kiçik addımlar belə uğur hesab edə bilərsiniz, kiçik addımlardan xoşbəxt ola bilərsiniz və yaxud da ki, kimisi üçünsə uğur böyük bir hadisədir. Onu qazanmaq üçün illər sərf eləmək lazımdır. Onun üçün gərək müəyyən dönəm siz çətinliklərdən keçəsiniz, sonra o potensialı özünüzdə kəşf edəsiniz. Nəhayət o böyük mükafatı aldıqdan sonra özünüzə aid olan, siz özünüzə uğurlu hesab edib hər kəsin qarşısına çıxa bilərsiniz. Təbii ki, uğurla bağlı olan cavablar da dəyişir, fərqlidir. Bizim bugünkü müzakirəmiz isə məhz bununla bağlı olacaq. Biz uğurlu dedikdə öz uğurumuzu necə inşa edə bilərik? Uğur dedikdə bu diplomumuzun olması mı deməkdir? Artıq diplomum var, mən uğurluyam mı? Yoxsa diplomu bir kənara qoyub özümüz ayrıca diplomdan kənar uğurumuzu inşa edə bilərik mi? Bunu müzakirə edəcəyik. İlk növbədə onu deyim ki, bizim hamımız tələbəlik yolunu keçmişik və tələbəlik dönəmində tələbəlik gedən yolda ən stresli dönəmimiz abituriyentlik dönəmimizdir. Çünki biz çoxlu oxuyuruq, eyni zamanda dərsə girməyə çalışırıq məktəbə, repetitor yanına gedirik. Çox stresli bir şeydir həqiqətən. Çünki valideynlər gözləyir ki, nəticə necə olacaq, qohumlar bir tərəfdən soruşur ki, bu uşaq nə olmaq istəyir, nəticəni gözləyir, hər kəsin gözü üzərinizdədir, hər kəs sizə fokuslanır və heç kim də görmür ki, əslində ən böyük stresi siz keçirdirsiniz. Sizin üzərinizdə çox böyük bir ciddi məsuliyyət var. Və bizə də o dönəmlərdə ən çox nəyi deyirlər? Bunu qohum, dost, tanış, qonşu, ən çox da evdə, yəni mən bunu özüm o qədər eşitmişəm ki, həmişə deyirlər ki, oxuyun, qəbul ol, diplomun olsun falan. O zaman hər şey yoluna düşəcək. Diplomu alandan sonra hər şey gedəcək. Bu fikir, yəni bunu hamımız eşitmişik. Sizcə bu fikir nə qədər effektivdir? Soruşsam. Bu fikir, dostlar, əslində dəyərli idi, işləyi idi, amma keçmişdə. Daha çox bizim valideynlərimizin dönəmində. Bəli, o dönəm, o sistemin həqiqətən də diplomla bağlı böyük uğurları var idi. Çünki diplomla bağlı diplomunuzu alıb o üzrə iş qazana bilirdiniz, işləyə bilirdiniz, özünüzü inkişaf etdirə bilirdiniz. Sizə çox kömək olurdu həqiqətən. Amma müasir dönəmdə təəssüf ki, bu belə deyil. Mən demirəm ki, diplom lazımsızdır, mən demirəm ki, diplom lazım deyil, deyərsizdir. Əsla, təhsil önəmlidir, təhsil bizim üçün çox vacibdir, bizi inkişaf etməyimizdə, bizi özümüzü inşa etməyimizdə çox vacib amildir. Amma təkcə bununla yetinməməliyik. Diplom vacib sənətdir, amma yetərli deyil. Yəni bunun üçün də təkcə diplomla kifayətlənmək həqiqətən böyük bir səhv olar. Diplomumuzu aldıq, bir kənara qoyuruq və üzərimizdə işləyərək artıq da sabahımızı inşa etmək üçün davam eləməliyik. Bu çox vacib həyat fəlsəfələrimizdən biri olmalıdır həqiqətən. Keçmişdə necə idi bizim valideynlərimizin dönəmində? Proseslər çox yavaş hərəkət edirdi. Zaman axını bir növ diktə etmirdi hadisələrə. Çox yavaş proseslər gedirdi, bir peşələr 10 illiklərlə eyni qalırdı, inkişaf az idi. Amma indi qətiyyən elə deyil, indi texnologiya dövrüdür, indi internet dövrüdür. Lap təzədən danışsam, yəni lap yeni müasir dövrü düşünsək, süni intellekt dövrüdür. Bunun üçün də biz bilməliyik ki, hadisələr çox hızlı inkişaf edir, hadisələr tez-tez baş verir, sürətli hadisələr axını var. Və bu axında bizi istər-istəməz sürətli olmağa vadar edir. Biz yerimizdə saysaq, biz itirəcəyik. Bizim günümüzdən, bizim bugün itirdiğimiz bir gün gələcəyimizdən oğurlanmış bir parça kimidir. Həqiqətən zamanın bugün tutmaq o qədər çətinləşib ki, çünki inkişaf
o qədər sürətli gedir. Hər gün yeni bir şeylər icad olunur. Hər gün yeni sürətli hadisələrə şahid oluruq. Bu da öz-özlüyündə o deməkdir ki, müasir dövr keçmişlə heç cürə ayaqlaşmır. Keçmişi artıq kölgədə qoyur. Diplomu bir kənara qoyduqdan sonra bizim bugünkü edə biləcəyimiz ən önəmli şey yumuşaq bacarıqlar öyrənməyimizdir. Bunu ingiliscə soft skills deyirlər, bunu bilirsiniz. Yumuşaq bacarıqlar çox vacibdir. Yumuşaq bacarıqlara nə daxildir? Birinci növbədə kommunikasiya qurmaq. Ünsiyyət qurmaq, xüsusən də bu mənim özümdə də olub. Mən universitetə yeni qəbul olanda, hətta müəllimlərimlə söhbət edəndə belə həyəcan var idi, mən əsirdim, danışa bilmirdim. Yəni çox əziyyət çəkirdim ünsiyyət qurmaqda. Zamanla özümü məşq eləməyə başladım, güzgü önündə, öz-özümə danışdım. Yəni bir növ özümü tarazlamağa çalışdım ki, eləməni belə olmaz, çünki sən ünsiyyət qura bilmirsən, sən dostlarınla dost qazana bilmirsən, tələbə yoldaşlarla söhbət edə bilmirsən, sadəcə oturdum bir kənarda, partada və heç bir şey edə bilmirdim. Bu artıq mənə geri salırdı həqiqətən. Birinci növbədə kommunikasiya, effektiv ünsiyyət qurma bacarığı. Bunu biz özümüzdə inkişaf etdirməliyik həqiqətən. Ən birinci ünsiyyət qurmaq. Daha sonra isə öyrənmək. Yeni nələrsə öyrənməyə maraqlı olmalıyıq. Biz bəzən düşünürük ki, universitet oxudum, 4 il təhsil aldım, diplomum aldım, mən bilirəm nələrsə və yaxud da 2 ildə üstünə magistr təhsilinə gəlirik. Düşünürük ki, biz artıq hər şeyi bilirik. 2 diplomum var, mən uğurluyam. Xeyr. Yeni nələrsə öyrənmək. Mənim həyat fəlsəfəmdə özümü inşa edəndə ən çox nələr fikir verirəm. Mən hər zaman özümə uğurlu hesab etdiyim insanlardan, mənim üçün uğurlu olan, cəmiyyətdə bir statusu olan insanlardan həmişə ünsiyyət qurmağa çalışıram. Yəni gün bu gün də bu belədir və bu davam edəcək də. Və ən çox da verdiyim sual belə olur. Onlara sual ünvanlayıram. Və verdiyim sual bu olur ki, siz indiki həyat təcrübənizlə 20-30 yaş arası gənclərə nəyi tövsiyə edərdiniz? 3 və yaxud da maksimum 5 vacib pointlər istəyirəm ki, nələri tövsiyə edərdiniz ki, 30 yaşından sonra onu etməkdən peşman olmasınlar. Yəni düşünsünlər ki, kəşki 30 yaşıma qədər bunu edərdim və peşman olmazdım. İkinci sualım isə belə olur, siz özünüz indiki yaşınızla 20'lərin başına geri dönsəydiniz, hansı addım atardınız, nələri edərdiniz ki, hazırki yaşınızda siz onu kəşf edirsiniz. Düşünürsünüz ki, mən bunu kəşf edərdim, indi etməmişəm, heyfslənirəm. Bu mənim verdiyim əsas suallardan biridir həmin şəxslərə və onlardan aldığım cavablarda özümə nəticə çıxardıram. Hətta bir dəftərim var, orada qeyd edirəm ki, nələri etmək lazımdır, Ləman sənə nə uyğun gedir və onların üzərində çalışıb işləməyə başlayıram. Yeni nələrsə öyrənməyə çalışın. Cavabların nələr olduğunu soruşsanız əgər, öyrənmək istəsəniz, müxtəlif olur əslində. Amma ən birinci mənə deyirlər ki, məsələn, kaş 2 dil, artıq 2 dil öyrənərdim. Birisi deyir ki, kaş ki təhsillə kifayətlənməzdim, başqa nələrsə də öyrənməyə çalışardım. Məsələn, başqa bir peşə öyrənərdim, hansı ki onu təkcə universitetdə öyrətmirlər, kənarda da öyrənə bilərəm, sosial aktiv olaraq öyrənə bilərəm. Yəni bunu mən çox eşidirəm cavablarda ki, mütləq ki 30 yaşını keçən hər bir şəxsin bir kəşkiləri olur və geri dönərsə, istəyər ki onu yenidən, o dönəmə yenidən geri dönsün və onu yenidən yaşayıb qazanmağa çalışsın. Texnologiyalarla çalışmaq. Bugün texnologiya bir parçası deməzdim, həyatımızın mərkəzidir. Həqiqətən, həyatımızda ən əsas, ən vacib rol texnologiyalardır, təəssüf ki. Çünki texnologiyalar bir növ zamanla belə bir söz var, deyirlər, texnologiya insanları əvəz edəcək. Texnologiya insanları ötüb keçir, insanlar kölgədə qalır. İstəsəydi, istəməsəydi bu belədir həqiqətən. Yəni, texnologiyalar bugün bizim həyatımızın mərkəzinə vacib hissədir. Hissə deməzdim, vacib bir yerini, mərkəzini tutur. Ona görə texnologiyaları mütləq öyrənməlisiniz. Süni intellektdən istifadə etmə qaydaları olsun. Biz hətta süni intellektdən bugün ünsiyyət qururuq, danışırıq, dostumuza çevrilir, məsləhət alırıq, yaxın rəfiqəmizə çevrilir. Bu deməkdir ki, biz onu idarə etməyə yolunu bacarmalıyıq. Hətta süni intellektdən olsun, süni intellekt və yaxud da ki, digər texnoloji proqramlar, bunlarla o qədər öyrənməyə başlamalıyıq, öyrənməliyik ki, həqiqətən. Biz bir gün texnologiya olmayanda belə, biz başa düşməliyik ki, biz onlarla birlikdə nələr edirdik və texnologiya olmasa da artıq biz bunu necə alternativ... Yəni, bunlar hamısı bir elektrikə bağlıdır da. Sistem çöksə, elektrik dayansa, texnologiya yoxdur. Amma biz onlar olmadan da nələr edə bilərik deyə biz bunu nəticə çıxartmalıyıq. Yəni, həm texnologiyanı işləmək, həm də onun alternativi. Yumuşaq bacarıqlar, dostlar, bu fən deyil. Necə ki, bizim məktəbdə fənlər öyrədirlər. Ana dili, riyaziyyat,
həyat bilgisi, fizika, kimya. Yumuşaq bacarıqlar fən deyil və bu məktəbdə öyrədilmir çox təəssüf. Siz yumuşaq bacarıqlarınızı yalnız sosial fəaliyyət zamanı öyrənə bilərsiniz. Bu nə kitab oxumaqla olmur, nə universitet tədris edilmir təəssüf ki. Siz bunu öyrənməlisiniz sosial aktiv olaraq, öz üzərinizdə işləyərək. Çünki yumuşaq bacarıqlar bu gün sizi formalaşdıran əsas, vacib amillərdən biridir. Bu çox önəmlidir. Onlar da, yumuşaq bacarıqlar da bu fən olmadığı üçün əzələ kimidir. Siz o əzələrin davamını hərəkətdə saxlasanız, o işləyəcək. Əzələri hərəkətdə saxlamasanız, o bərkiyəcək və fəaliyyəti artıq olmayacaq, bir növ dayanır fəaliyyəti. Bunun üçün də siz onu davamlı inkişaf etdirməlisiniz. Əzələ formasında yumuşaq bacarığınızı inkişaf etdirməlisiniz. Çox önəmlidir ki, siz özünüz üzərində çalışaraq bir növ özünüzü inşa edirsiniz. Hissə-hissə, addım-addım özünüzü inşa edib, artıq növbəti uğurunuzu qazana bilərsiniz. Növbəti mərhələdə uğur artıq sizə yaxın olacaq. Çox vacibdir həqiqətən özünü inkişaf etdirmək. Birinci növbədə həmişə özümüzə sual veririk ki, mən kim olmaq istəyirəm? Yəni, bu sual hamı özünə verib də, mən kim olmaq istəyirəm, nə etmək istəyirəm? Amma biz yumuşaq bacarıqlarımızın biri də bu olmalıdır ki, mən problemləri necə həll edə bilərəm? Yəni, bizim həyatımızın əsas hissəsi bugün streslidir də, stres yükünü çox daşıyırıq, çox təəssüf ki, stres olur, günlük həyatımızda da belədir, bu təhsil həyatında olsun, iş həyatında olsun, stres bizim əsas vacib emosiyalarımızı üst qatına çıxan bir amildir, detaldır. Stresi idarə etmək, bir problem yaranıbsa, deyək ki, bir problem yarandı, bir səhv buraxıldı, səhvin niyə olduğunu deyib üzərində dayanmaq yox, səhvi həll etmək, problemi parçalamaq, belə bir söz var, problemi parçalamaq çox vacibdir. Problemi parçalamağı bacarmalıyıq. O həlli yolu tapmalıyıq. Problem yaranıb, onun üzərində dayanmaq yox. Necə edə bilərəm ki, bu problemin öhdəsindən gəlim, necə edə bilərəm ki, bu problemi həll edim düşüncəsi. Onu düşünmək belə artıq bu deməkdir ki, siz uğurlu addıma yol açırsınız. Yəni, bunu düşünmək belə artıq o deməkdir ki, siz çalışırsınız ki, bir şeyin üstündə dayanmayasınız. Bu da yumuşaq bacarıqlardır. Siz çıxış yolu axtarırsınız. Hər an səhv edə bilərsiniz, həmişə səhv edə bilərsiniz. Elə düşünməyin ki, mən gəncəm, mən indi səhv edirəm, birazdan sonra bu olmayacaq. Elə deyil. Yanlış addımlar, yanlışlıqlar hər yaşda olur. Bu hər yaşda mümkündür. Bu, böyle bir problemdir, gətirən problem deyil. Bu çox normaldır. Önəmli olan artıq eyni səhvi ikinci dəfə təkrarlamamaqdır. Hadisələrə ikinci dəfə fərqli gözdən baxmaqdır. Bu əslində bir müdrikliyin göstəricisidir. Yəni siz bir hadisəyə ikinci dəfə yaşandıqda eyni gözlə baxmırsınızsa, nəticə çıxardırsınızsa, artıq fərqli düşünməyə çalışırsınızsa, bu özü də bir uğurun sizdə daxilinizdə formalaşan bir hissidir. Bu həm də liderlik hissidir. Çünki liderlik dedikdə biz adətən düşünürük ki, nəyinsə rəhbər olmalıdır, kimilərsə idarə eləməlidir, hansı qurumda bir rəhbər vəzifədə çalışmalıdır. Xeyr, bu daxili gücdür əslində, daxili enerjidir. Onu ilk növbədə siz içinizdə yaradırsınız. Ardından isə siz onu üzə çıxartmağa çalışırsınız. Və çıxartmaqda ilə siz birinci növbədə əməlləriniz, davranışlarınız göstərir. Çünki siz necə davranırsınızsa, o cür insanlar sizi tanıyır, sizin davranışlarınız insanlara yansıyır, o enerjini ötürürsünüz və onun cavabı olaraq da bumerang fəlsəfəsini uygulananda siz o enerjini geri qəbul edirsiniz. İnsanlara tüydüyünüz enerjini alırsınız və özünüzə qayıdır. Daxili liderlik insanlarınızı mühkəmləndirməlisiniz, onu içinizdə yaratmalısınız, uğurlu olmaq üçün həqiqətən. Diplomdan kənar uğurlardan biri də biz yumuşaq bacarıqlardan danışdıq, öz üzərimizdə işləməkdən danışdıq. Həmçinin də təsir göstərmə bacarıqları. Yəni biz öz davranışlarımızla, hərəkətlərimizlə təsir göstərməyə bacarmalıyıq. Təbii ki, söhbət müsbət təsirdən gedir, müsbət təsir göstərməyə çalışmalıyıq. O yaranan mühitə, deyək ki, bir mühitə gedib çıxmışıq. Orada insanlar var, oradakı insanlar ünsiyyət zamanı bir situasiya yaranır. O situasiyaya necə təsir göstərməyiniz də çox önəmlidir. Siz o situasiyaya müsbət təsir göstərirsiniz. Ortam sizi çox gözəl qəbul edir, insanlar çox gözəl qəbul edir, yüksək və müsbət enerji ötürmüş olursunuz, sizin haqqınızda gözəl təəssüratlar yaranır. Bu özü də bir yumuşaq bacarıqdır, çünki siz həmin ortamda enerjini idarə edə bilirsiniz. Yəni bu çox vacib şeydir.
Məsələn, siz bu günləri Bakı Mühəndislik Universitetində oxuyursunuz və sizdə ixtisaslar fərqlidir, amma aşağı-yuxarı mühəndisliklə bağlıdır, bu sahənin ixtisaslarıdır. Siz bugün deyə bilərsiniz ki, mən universitet bitirim, mən mühəndis olacağım. Əslində isə uğura gedən yolda sizin öz daxili liderlik potensialınızı inkişaf etdirmək üçün belə bir sual verməlisiniz ki, mən bu mühəndislik ixtisası üzrə çalışdığım fəaliyyətdə problem yaranarsa, onu necə həll edə bilərəm? Orada yaranan situasiyanı, mənfi situasiyanı necə aradan qaldıra bilərəm? Bu çox önəmlidir. Təsir göstərmək, o problemi həll etmək, o problemin, təbii ki, bütün problemlər eyni anda bir yerde yaxud ki, qısa müddətdə aradan qalxmır. Çünki bunun fəsadları olur və o fəsadlar çox da ola bilər, uzun müddətdə də ola bilər. Onu yığılıb toparlamaq çox çətindir həqiqətən də. Onu toparlamağı bacarmaq da bu özü də həm yumuşaq bacarıqlara daxildir, həm də sizin uğura gedən yolda sizə kömək edən əsas vasitələrdən biridir. Əslində biz uğur dedikdə ki, biz özümüzü inşa etməliyik. Bu əslində bizə bir dəyər qatır. Yəni necə dəyərli ola bilərəm, necə edə bilərəm ki, bu dəyər insanlara da yansısın, insanlara nümunəvi ola bilir. Çünki liderlik enerjilərindən biri də həm də nümunəvi insanların özünü nümunəvi tanıtmasıdır. Siz nümunəvi olarsınızsa, o zaman insanlar da sizə yaxınlaşacaq, məsləhət alacaq. Artıq siz onlar üçün özünüzü uğurlu görəcəksiniz. Çünki onlar sizə yaxınlaşaraq, sizlərdən məsləhət alaraq, sizə bir növ yaxın olmağa çalışaraq, ünsiyyət qurmağa çalışaraq sizi uğurlu görəcəklər. Yəni, bu çox önəmlidir həqiqətən də. Unutmayaq ki, diplom bəli, vacib sənəddir, amma yetərli deyil. Yetərli olmadığı üçün də biz özümüz diplomdan kənar uğurumuzu inşa etməkdən heç vaxt çəkinməməliyik, çətinliklərdən qorxmamalıyıq. Çünki bizə çox vaxt çətinliklər qorxudur və biz tez ruhdan düşürük. Çox təəssüf ki, əsla ruhdan düşmək olmaz. Ruhdan düşə bilərik, yorula bilərik. Mən özüm də bunu tez-tez yaşayıram. Yerdən özümüzü toparlamağa bacarmalıyıq, özümüzə inanmalıyıq. Çətinliklərə sinə gəlməyə bacarmalıyıq. Və bunun üçün də çox önəmlidir bizim daxili enerjimiz. Unutmayın ki, sizdə mütləq ki, hər şey alınacaq. Siz çox dəyərlisiniz və özünüzə inanın. Ən önəmlisi budur. Çox təşəkkür ederim.